Hər vaxtınız xeyir olsun əziz dostlar. Əziz dostlar, deməli, nə danışmaq istərdim sizlə? Şatkarmalar barəsində, Bastikriya haqqında bir balaca deyim ki, vaxt aşırı siz yəni şatkarmaları, Bastikriyanı eləməlisiniz. Çünki bədən şlaklarla dolur. Bu bədəni, yəni yoğun bağırsağı təmizdə saxlamaq lazımdır. Yəni bilirsiniz, səhər-səhər duranda dişinizi yuyan zamanı dilinizə baxırsınız. Əgər daima bir neçə gün daima baxırsınız dilinizə, görürsünüz ki, hərf, dilin üstündə çoxlu hərf var. Və əgər o hərfi siz daima hər gün bir neçə dəfə görürsünüzsə belə, o onu göstərir ki, yəni yoğun bağırsaq şlaklarla dolubdur. Ona görə mütləq Bastikriya, yəni ayda heç olmasa bir dəfə ya iki dəfə yoğun bağırsaq təmizlənməlidir ki, o şlaklardan siz bədəni təmizləyəsiniz. Çünki siz nə yediyiniz bədənizə sorulur, artıq problemlər yaradır da, həmən o şlaklar, yoğun bağırsaqda olan o yığılan çirkab şlaklar, nəzis daşları o bədənə, insanın sağlamlığına artıq problem yaradır. Ona görə bunu mütləq eləmək lazımdır. Mən həmən söhbəti rus dilində də deyim, rus dilli baxıcılara ki, добрый день, друзья. Я хотел бы с вами поговорить по поводу шаткарм. И, значит, время от времени нам нужно делать очищение толстого кишечника. Вот когда вы утром просыпаетесь, когда вы чистите зубы, вы смотрите на свой язык, и день за днем вы видите накопившийся налет на языке. И это говорит о том, что толстый кишечник засорен. И обязательно необходимо делать Басtikрию. Хотя бы в месяц один раз или два раза для профилактики надо делать Басtikрию, чтобы очистить толстый кишечник от шлаков, от калых камней, потому что это создает лишние проблемы, да, для здоровья, для нашего здоровья. И поэтому надо держать внутренние органы, толстый кишечник в чистоте. И вот надо делать очищение. И, конечно, если будут вопросы по этой теме, да, вы мне можете задавать. Всем всего хорошего и до новых встреч. Hamıya xoş günlər. Növbəti görüşə qədər. Sağ olun.